Leyla, bizə kredit üçün müraciət edən müştərinin bütün məlumatlarını yoxladıq. Yalnız əmlakının girov qoyulub qoyulmadığını yoxlamaq qaldı. Bəli, Ramil. Sadəcə daşınar əmlakın yüklülüyünün dövlət reyestrində yoxlamaq və krediti verdikdə müştərinin əmlakının reyestrdə qeydiyyatına aparmaq qalır. Məhz o qeydiyyat hər şeyi müəyyənləşdirir. Əgər başqa bir bank müştərinin texnikasını bizdən əvvəl girov qismində qeydiyyatına aparıbsa, həmin texnika üzərində bizim üstünlük hüququmuz olmayacaq. Leyla, üstünlük hüququ nədir? Üstünlük hüququ yüklülük predmeti hesabına yüklülük sahibinin tələbinin digər yüklülük sahiblərinin və kreditorların tələblərinə münasibətdə üstün növbədə ödənilməsidir. Yəni bizim müqaviləmiz olsa da yüklülük predmetini reyestrdə qeydiyyata almaqda gecikmişiksə, digər yüklülük sahibləri və kreditorların tələbləri bizdən daha üstün növbədə ödəniləcəkdir deməkdir? Düzdür. Eyni daşınar əmlak bir neçə yüklülüyün predmeti olubsa, yüklülük sahiblərinin tələbləri qanunvericilikdə müəyyən edilmiş növbəliliklə ödənilir. Biz artıq kofe aparatının yüklülük predmeti olaraq girov qismində dəydirdə qeydiyyatına apardıq. Bu üstünlük hüququ haqqında öyrənməyim yaxşı oldu. Bundan sonra üstünlük hüququna xüsusi diqqət yetirəcəm. Daşınar əmlakın yüklülüyünün dövlət reyestri. Hüquqlarını qoru, riskdən uzaq ol.